Bir daha salam Namidə, bəli, biz sizi Bakı limanından salamlayırıq. Belə ki, Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində mövqeyi güclənir. Orta dəhliz boyunca yük daşımalarda Azərbaycanın rolu gün-bə-gün artır. Elə bu münasibətlə Bakı Beynəlxalq Dəniz Limanında yeniliklər var. Verilən məlumata görə 7-ci körpü artıq istifadəyə verilib. Həmçinin yeni nəsil kran vasitəsilə də yüklərin daşınması təmin olunacaq. Bu kran həm də enerjiyə qənaət baxımından çox əlverişlidir. Bütün bunlar haqqında məlumat əldə etmək üçün buradayıq və bizə ətraflı məlumatı Bakı Limanının mətbuat katibi Elmar Həbibli verəcək. Elmar müəllim, sabahınız xeyir olsun, xoş gördük sizi. Ətraflı məlumatları sizdən eşidək, görək bu yenilik nədir və bizə nə imkanlar yaradacaq? Xoş gördük sizi və efir vasitəsilə tamaşaçılarımızı regionun nəqliyyat mübadilə mərkəzindən, hubunda sizi salamlayırıq. Bildiyiniz kimi Bakı limanında ağırlıq gücü 125 tonna qədər yükləri qaldırmağa imkan verən yeni kran qurulub və eyni zamanda Bakı limanında yeni körpü istifadəyə verilib. Biz hazırda Bakı limanının 7-ci körpüsündəyik və bizdən arxa fonda gördüyünüz İtaliyanın istehsalı olan Bakı limanının ən güclüsü hesab edilən 125 ton ağırlığı qaldıra bilən kranı siz müşahidə edirsiniz. Bizdən sol tərəfdə isə artıq 8-ci körpünü müşahidə etmək olar ki, həmin körpüdə Bakı limanı tarixində ilk dəfə olaraq istismara verilib, yük aşırmaya cəlb edilib. Bütün bu texniki yeniliklər imkan verir ki, Azərbaycanın logistikasını gücləndirə bilək, Azərbaycana gələn yüklər daha sürətli formada Bakı limanında aşırıla bilsin, eyni zamanda tranzit keçidi təmin edilsin. 125 tonluq kranla bağlı danışsaq məlumat verə bilərik ki, bu kran Bakı limanında əsasən konteynerların aşırılması prosesinə cəlb ediləcək. Bu da imkan verəcək ki, Bakı limanında konteynerları daha sürətli formada biz qəbul edib yola sala bilək. Bildiyiniz kimi, orta dəhlizdə xüsusilə konteyner aşırma statistikasında biz hər keçən gün demək olar ki, artım müşahidə edirik və bu ötən ilin statistikasında da belə idi. Elə bu il ərzində də biz bu artımı hər ayda, hər rübdə görməkdəyik və gələn yük həcminin sürətli aşırılmasını təmin etmək üçün Bakı limanında mütəmadi olaraq yeniliklər edilib. Gördüyünüz bu kranın qurulması da həmin yeniliklərdən biridir. Bu kran eyni zamanda 7-ci və 8-ci körpünün istifadəyə verilməsi bu imkan verir ki, Azərbaycan orta dəhlizə daha böyük həcmdə töhfə versin. Bakı limanı olaraq biz mütəmadi olaraq bu tip yeniliklərin üzərində çalışırıq. Bu təkcə Bakı limanının uğuru deyil, bu Azərbaycanın regionun logistikasının uğurudur. Bildiyiniz kimi bizim əsas hədəflərimizdən biri qısa dövr ərzində 260 min TEU ekvivalentinə çatmaqdır. Məlumatımız var ki, Bakı limanında hazırda illik konteyner aşırma gücü 150 min TEU-ya bərabərdir və Bakı limanı bu yük həcminin, aşırılma həcminin artırılması üçün işlər aparır. Bu işlər sürətli formada aparılır. Gördüyünüz kranın və körpünün istifadəyə verilməsi də elə qısa dövrdə həmin o təyin edilmiş 260 min TEU ekvivalentinə çatmaq üçün atılan addımlardan biridir. Təbii olaraq biz bununla da qalmayacaq. Yaxın gələcəkdə Bakı limanında yenidən əlavə texnikaların alınması, eyni zamanda dibdənləşdirmə işlərinin görülməsi nəzərdə tutulur və bütün bunlar imkan verir ki, Azərbaycan logistikası daha da inkişaf etsin və yüklər buradan daha təhlükəsiz, daha rahat qaydada keçidi təmin edilsin ki, yük sahibləri də məhz yüklərini Azərbaycan üzərindən göndərməyə maraqlı olsunlar. Çox təşəkkür edirəm sizə. Bildiyimə görə kran həm də enerji səmərəliliyi baxımından əlverişlidir. Bu haqda nə deyə bilərsiniz? Bilirsiniz ki, Bakı limanı regionun ilk yaşıl limanıdır. 2019-cu ildə biz regionun ilk yaşıl limanı adına layiq görülmüşük və Bakı limanı hər 2 ildən bir resertifikasiyadan uğurla keçib və eyni zamanda bu ilin yanvar ayında da Bakı limanı bu resertifikasiyadan uğurla keçərək növbəti 2 il ərzində yaşıl liman adını özündə qoruyub saxlayıb. Gördüyünüz bu kranda Bakı limanının yürütdüyü yaşıl liman siyasətinə bir
dəstəkdir. Çünki bu kran ekologiyanın dostu kran adlanır. Çünki bu kran elektrik enerjisi ilə işləyir, amma kranın bir üstün cəhəti də odur ki, ehtiyac yarandığı təqdirdə biz bunu dizel mühərriklə də istifadə edə bilərik. Hazırda da gördüyünüz kimi kran arxada fəaliyyət göstərir. Aktaudan gələn Baris gəmisindən 151 ədəd konteyner bugün səhər Bakı limanına yan alıb. Hazırda müvafiq sənədləşmə işləri gözlənilir və bir az sonra həmin konteynerların Bakı limanına boşaldılaraq yola salınması prosesi icra ediləcək və siz jurnalistlər də məhz elə həmin prosesi izləyə biləcəksiniz. Vurguladığım kimi Bakı limanının gələcək planlarında limanın yaşıl siyasətinin qorunması, ona töhfə verilməsi hər zaman prioritetlərdən hesab edilir və bu yöndə addımlar atılır. Çox sağ olun, sizə təşəkkür edirik ətraflı informasiyalarla dolu məlumatlara görə. Bir daha diqqətinizə çatdıraq ki, bizim müsahibimiz Bakı limanının mətbuat katibi Elmar Həbibli idi. Biz sizə yeni kran, həmçinin yeni körpü haqqında, həmçinin Bakı limanı haqqında ətraflı məlumatlar təqdim elədik və növbəti saatda yenilənmiş reportajla qarşınızda olacağıq. Bizdən bu qədər. Namidə söz yenidən sizdədir.